Salam, xoş gəlmisiniz. Mənim adım Nəzrindir. Bu videoda Illustratorda formalarla işləməyi öyrədəcəm. Kvadrat necə çəkilir, dairə necə olur, formaların ölçüsünü dəyişmək olar, rəng vermək, kənar xətt qalınlığı, hamısını sadə dildə göstərəcəyəm. Keçək dərsimizə. İlk öncə Rectangle tool ilə forma yaratmağa başlayaq. İlk olaraq Shape Tools bölməsindən başlayaq. Soldakı alətlərdən Rectangle toolu seçirəm. Qısa yolu M. İndi ekranda klikləyib sıçanı dartanda kvadrat və ya düz bucaqlı yaranır. Əgər ideal kvadrat olduğunu istəyirsinizsə, dartanda Shift düyməsinə basın. Bu zaman kvadrat tam ideal şəkildə oturacaq. Bir də belə bir funksiya var. Sırf klik edirik ekrana bir dəfə və belə bir pəncərə açılır. Buradan ölçünü dəqiq yaza bilərik. Məsələn, 300-ün 300-ə. Və hazır kvadrat yaranmış olur. Selection tool aləti ilə isə hərəkət etdirə bilirəm. İndi isə ellipse tool aləti ilə dairə çəkməyə çalışaq. Ellipse tool alətinə klikləyirik və dairə çəkirik. Burada dairə və yaxud da oval bir fiqur yaranmış olur. Yenə də mükəmməl görüntü yaratmaq istəyirsənsə Shift düyməsinə basılı saxlayırsan. Burada da eyni qayda var. Bir dəfə ekrana klikləyirsən və ölçülər avtomatik olaraq qabağına çıxır. Ölçünü istədiyin kimi yazıb ideal bir dairə yaratmış olursan. Keçək poligon və ya digər formalara. Shape Tools'un içində ulduz, üçbucaq və poligon da var. Məsələn, poligon toolu seçib çəkirsən. Standart 6 bucaqlı çıxır. Əgər ulduz istəyirsənsə, Start tool var. Onu çəkəndə alt basıb içə və çölə hərəkət etdirərək uclarını dəyişə bilirsən. Gördüyünüz kimi. Daha dəqiq istəyirsə Shift-ə basırıq. Bunlar hələlik sənə kifayətdir. Formanın çox növü var, amma əsasları da bunlardır. İndi isə formanın ölçüsünü dəyişməyə keçirik. Çəkdiyimiz formanın ölçüsünü necə dəyişək? Obyekti seçirəm, qısa yolu V. Seçəndən sonra künclərdən dartıram. Böyüyür və kiçilir. Əgər obyektin pozulmasını istəmirsənsə, o zaman Shift düyməsini sıxıla saxlayırıq. Tərs olmasın deyə isə alt düyməsini sıxıb saxlayırıq. Ən dəqiq yolu da ölçü dəyişmək üçün sağdakı Properties bölməsinə baxırıq. Bu hissələrə istədiyiniz ölçünü yaza bilirsiniz. Məsələn, 250-nin 150-yə. Və avtomatik olaraq ölçü dəyişmiş olur. Formanı sağa sola döndürmək üçün obyekti seçirik. Küncün biraz kənarından tutub çevirdikdə obyekt dönmüş olur. Rəqəmlə də etmək olar. Sağ hissədə, Properties'də Rotate bölməsinə gəlirik. Burada 90, 60 və yaxud 180 dərəcədə döndərə bilirik. İndi isə gəlin formaya rəng verək. Sağdakı Properties panelində Fill yazılan hissəyə bir dəfə klikləyirik. Və daha sonra istədiyimiz rəngi seçirik. Məsələn, qırmızı, göy, yaşıl. Yaşılda qalsın. Swatch paneldə var, keçən dərs göstərmişdim. Orada hazır rənglər olur. Məsələn, qırmızı, sarı, mavi kimi standart rənglər. Gördüyünüz kimi, hazırda belə qalsın. Kənar xəttlər verməyə gərək indi də. İndi isə formanın çərçivəsinə, yeni konturuna baxaq. Properties panelində filin yanında Stroke hissəsi var. Bu, kənar xəttin rəngini və qalınlığını deməkdir. Qalınlığını artırmaq üçün Stroke Weight, məsələn, 6P edirsən. Birinci aktivləşdirək. Məsələn, göy. Rəngini dəyişmək üçün isə Stroke rəng qutusunu klikləyirik. Bir dəfə belə. Əgər çərçivə istəmirsənsə, Stroke-u non edirsən. Yəni, obyekti seçirik, daha sonra bunu non edirik. Yəni, Stroke olmur. Obyekti silmək və kopyalamaq. Obyekti silmək çox sadədir. Üzərinə bir dəfə klikləyib Delete-yə basırıq. Obyekti kopyalamaq üçün Ctrl-C və Ctrl-V edirik. Bir obyektdən bir çox yerə kopyalamaq istəyiriksə, alt düyməsini basılı saxlayırıq və obyekti götürürük. Alt düyməsinə basılı saxlayırıq və obyekti hərəkət etdiririk.
İndi isə gəlin bir neçə formadan kompozisiya düzəldək. Qısa bir iş görək. Bir dairə çəkirəm. Shift-i sıxılı saxlayıram və dairə çəkirəm. Yanına da bir dənə kvadrat çəkirəm. Selection tool aləti ilə onları yan-yana gətirirəm. Daha sonra dairəni, filini, yəni rəngini dəyişdirirəm. Sarı, kvadrat da olsun, narıncı. Rənglər hal-hazırda dəyişdi. İndi isə dairəyə strok verək. Kvadrata da verək. Bu cür sayılı kompozisiyalar dizayner üçün təməl məşqdir. Növbəti videolarda bunları daha mürəkkəb hala gətirəcəyik. Bəli, əziz dostlar, bu videoda İllustratorda əsas formalar yaratmağı, onları böyütməyi, rəng verməyi, çərçivə əlavə etməyi və sadə şəkildə idarə etməyi öyrəndik. Növbəti videoda isə sizə obyektləri bir-birinə birləşdirməyi, Align, Group və Shape Builder kimi alətləri göstərəcəm. İzlədiyiniz üçün təşəkkür edirəm. Abunə olmağı və like atmağı unutmayın.